Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Dünya əl vuranda yumşaq, zəhəri isə həlak edici olan ilan misalındadır. Buna görə də səni dünyada şad edən şeydən uzaq ol. Ona görə ki, onun malından birazı səninlə birgə qalacaqdır. Həmçinin, onun qəm-kədərini özündən uzaqlaşdır. Çünki ondan ayrılacağına və onun halının dəyişəcəyinə inanırsan. Dünya ilə ünsiyyət və əlaqən çox olan zaman ondan daha çox qorx. Çünki dünyapərəst ona ürək bağlayıb şad olanda, dünya onu həmin şəraitdən çətinliyə tərəf çəkir. Yaxud onunla ünsiyyət və əlaqəyə arxalanıb dinclik tapanda, onu həmin haldan qorxu və vahiməyə düçar edir. Salama layiq kimsəyə salam olsun. Quran ipindən yapış, onu özünə öyüd nəsiyyət verən et və halalını halal, haramını haram bil. Bundan əvvəl olmuş həqiqətlərə inan, dünyanın keçmişindən onun qalan hissəsi üçün ibrət al. Çünki onun bir hissəsi digər hissəsi kimidir və sonu əvvəlinə bağlıdır. Onun hamısı məhv olan və aradan gedəndir. Allahın adını uca tut. Ölümü və ölümdən sonraki vəziyyətləri çox yadına sal. Möhkəm şərti olmadan onu arzulama. Əməl sahibinin özündə layiqli bilib, başqa müsəlmanlarda nalayiq hesab etdiyi hər bir işdən çəkin. Gizlində edilərək, aşkarda xəcalət gətirən hər bir işdən çəkin. Əməl sahibindən soruşanda inkar etdiyi və ya üzr istədiyi hər bir işdən uzaq ol. Şərəf və heysiyyətini söz oxlarına hədəf etmə. Hər eşitdiyini xalqa demə ki, bu yalançılığın nişanəsidir. Xalqın sənə dediklərini rədd edib yalan sanma ki, bu da nadanlığa dəlildir. Qəzəbini ud və qüdrətin olan zaman keç. Əsəbləşəndə təmkinli ol. İmkan və qüdrətinin olmasına baxmayaraq uzaq ol ki, gözəl savab sənin olsun. Allahın sənə əta etdiyi hər bir neymətin şükrünü yerinə yetir. Allahın sənə bəxş etdiyi neymətlərin heç birini zayi etmə. Gərək Allahın sənə əta etdiyi şeyin nişanəsi səndə görünsün. Bil ki, möminlərin ən gözəli özündən, qohum əqrabasından və malından bağışlamaq baxımından daha yaxşı olanıdır. Həmçinin bil ki, sənin qabaqcadan göndərdiyin gözəllik sənin üçün toplanaraq qalır. Özündən sonra qoyduğun şeyin gözəlliyi isə başqası üçündür. Zəif düşüncə və xoşa gəlməz əməl sahibi ilə oturub durmaq və yoldaşlıq etməkdən çəkin. Çünki insan öz dostu ilə həmxasiyyət olur. Böyük şəhərlərdə məskunlaş. Çünki müsəlmanlar orada bir-birinin yanındadılar. Qafil olmağa və yaddan çıxarmağa, zülm etməyə səbəb olan və Allaha itayət və bəndəlik yolçularının az olduğu yerlərdən çəkin. Düşüncəni işinə yarayan şeylərə vadar et. Bazarların başında oturmaqdan çəkin, çünki ora şeytanın yeri və fitnə fəsadın üzə çıxdığı məkandır. Sənin ondan üstün olduğun kəs barəsində çox düşün. Qayğılan, çünki sənin onun barəsində fikirləşməyin şükür yollarından biridir. Cümə günü namazda iştirak edənə kimi səfərə çıxma. Allah yolunda getmək, yaxud üzürlü olduğun səfər bundan istisnadır. Bütün işlərində Allaha itayət et, tabe ol. Sən dünya malı əldə etmək üçün Rəbbindən qaçarkən, ölümün səni haqlamasından qorx. Yaramaz əməl sahibləri ilə yoldaşlıq etməkdən çəkin. Çünki pis pisliyə birləşər. Allahı uca və böyük bil. Onu sevənləri sev. Qəzəbdən çəkin. Çünki o, şeytanın qoşunlarından olan böyük bir qoşundur. Salama layiq olan kimsəyə salam olsun. Sən öz əcəlindən qabağa düşə bilməyəcəksən. Sənə çatmayan şey sənin ruzin deyil. Bil ki, ruzigar 2 gündür. Bir günü sənin xeyrinə, bir günü isə ziyanınadır. Dünya şadlıqların fırlanaraq əldən ələ keçdiyi diyardır. Buna görə də dünyadan sənin xeyrinə olan şey, hətta aciz olsan belə sənə çatacaqdır. Həmçinin onun
sənin ziyanlı olan şeylərinin qarşısını zor və güc ilə ala bilməzsən. Xalqla gülərüz, məclis yoldaşı və düz ol. Qəzəblənməkdən çəkin, çünki o, şeytandan olan yelbeyinlikdir. Bil ki, səni Allaha yaxınlaşdıran hər bir iş oddan uzaqlaşdırır. Səni Allahdan uzaqlaşdıran hər bir iş isə oda yaxınlaşdırır.